Sənə çox təcili bir dənə bu videoya baxmağı məsləhət görürəm. Gördüyün Ceyranbatanda, Ekoparkda, düz yolun qırağında bu gördüyün binada həm nağd həm kreditlə ala biləcəyin ev təklif edirəm. Buradakı yazını görürsən də, gör neçə yazılıb qiymət. Keçə evlə tanış olaq, 2 otaq 70 kvadrat, çox təcili satılır. Keçə evə baxaq. Kərbala, dediyim variant budur bax. 55.000 manata. Qardaş, sənə 2 otaq. Kərbala, kvadratı nə qədər idi? Kvadratı. Bax, bizə saniyə. Bax, özüm şəxsən yazmışam. Qardaş, 70 kvadrat. 70 kvadrat, 2 otaq, əşyalı elektronika çıxmaq şərtini sənə qardaş əşyaları ilə birgə ev təqdim edirəm. 55.000 verirsən, bura bax bir dənə. Bu onun mətbəxidir. Bir dənə zəhmət olmuş Kərbala, balkonunu çək. Bax, kombi, isitmə sistemi kombidir. Qaş elektronika çıxmaq şərti ilə hər şey verilir. Belə bir variant nə bilim, qardaşım, yoxdur da 55.000. 55.000 verirsən, qardaşım, gəl daxil olursan evə. Burada qardaşımız bir dənə bomba taktik eləyib evin içində. Gör nə eləyib. Bir dənə Kərbala yuxarı çək. Buradan jarlizlə ayırıb. İstəyirsən buranı uşaq üçün bir dənə, çünki uşaq körpü olduğuna görə buranı ayırıblar. Qardaş, əşyalar qalır. Yenə deyirəm, əşyalar qalır, gəl bura Kərbala. Gəl. Bu da sənin üçün bir dənə geniş hamam. Sanzer. Qardaş, hamam sanzerin böyüklüyünə bax. Hamam sanzer, 70 kvadrat. İndi keçirəm mən sizə bu 55.000 mövzusunu danışım. Deməli, Kərbala, 55.000 manat ödəyirsən, faizsiz kredit. İndi deyərsiniz ki, oyda, bu yəqin 90-100 min. Yox, qardaş. Baxacam, qardaş. Yəni, mən buna 10 dəfə baxmışam ki, 75 min evimizin ümumi qiymətidir. Ver 75 mini, qardaş çıxsın evdən. Sənəd, kupçası yerində. Ünvan, qardaş, bax, düz Ceyranbatanda, radarın yanında, düz yolun qırağındadır. Bax, Ekopark var ha, düz bax oradadır. Birinci bina, qardaş, düz girən kimi A blokunda, qardaşım, möhtəşəm. Gəlirsən. Qardaş, bu evi sənə ver, 55.000 ödədin, ayda 600, neçə manat yazmışıq Kərbala bura? 620 manat da, hə. 32 ay, 620 manatdan ödəyirsən 55.000 verib. Bu evə sahib olasın. Yox, belə nağd almaqsın, 75.000 verirsən, gəlsən bu evə girsən. Və nəzərvə nəyə çatdırıram? Əgər real alıcı olsa, biraz aşağı bir şey qardaş elə, çünki çox təcili pul lazımdır. Allah alana da, satana da xeyir eləsin.